Dünyəvi faydalarından, bu dünyada olan faydalarından hansı ki insan Allah'tan istiğfar diləyir, Allah'tan bağışlanma diləyir. Faydalarından biri odur ki, Uca Allah Subhanahu wa Taala məşhur ayət-i kərimədə buyurur ki: "Fəqultu istəğfiru rabbakum innehu kana ghaffara." Və dedim ki, tövbə edib Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki o tövbə edən bəndəsinin günahlarını çox bağışlayandır. Yursilis səmâ aleykum midrara. O sizə göydən bol yağış göndərər. Və yumdidukum bi amwalin və banin və yec'al lakum cennetin və yec'al lakum enhara. O sizə mal, dövlət, oğul, uşaq əta edər. O sizin üçün bağlar, bağçalar yaradar və çaylar axıdar. Deməli, istiğfarın insana verdiyi faydalar həqiqətən çox əzəmətlidir, çox böyükdür. Necə ki, Allah Azze və Cəllə buyurur ki, əgər istiğfar diləsəniz, o sizin üzərinizə göydən bol-bol yağış indirər və sizə mal, dövlət, oğul, uşaq əta eləyər və sizlər üçün çaylar axıdar. Və həmçinin də insan bilməli ki, həqiqətən insanın istiğfarın çox əzəmətli faydaları var. Və insan bunu tez-tez dilində təkrar edəndə və görür ki, doğrudan istiğfar insana nə kimi faydaları verir. Ona görə hər bir müsəlman çalışmalı ki, dinini Allahın zikrindən yaş etsin və həmçinin xüsusən istiğfarla yaş etsin və dinini bunu öyrəşdirsin. Və qeyd etdiyimiz bu üç məsələ deməli Abdullah ibn Amr ibn As'dan radiyallahu anhudan gələn bir hədisdə cəm olub. Lakin radiyallahu anhu bir şeyi buraya əlavə edib. Hansı ki biz dedik ki, nemətə şükür məsələsi, müsibətə səbir və həmçinin də günahdan bağışlanma məsələsi. Və bu məsələdə sahabə radiyallahu anh buyurur ki, dörd şey var ki, o kimdə olarsa Uca Allah Subhanahu wa Taala onu cənnətdə ev tikər. Kimin işinin başı la ilahe illallah olarsa və onun başına müsibət gəldiyi zaman inna lillahi və inna ileyhi raciun deyərsə və ona bir şey verildiyi zaman həmd edərsə və günah işlədiyi zaman istiğfar diləyərsə, Allahdan bağışlanma diləyərsə, Uca Allah Subhanahu wa Taala onun üçün cənnətdə ev tikər. Və deməli burada radiyallahu anhu bir məsələni əlavə elədi, o da tövhid məsələsi idi, la ilahe illallah kəlməsi idi. Hansı ki, bu müsəlmanların ən əzəmətli kəlməsidir və bu kəlmə doğrudan da insanın nicatı üçün, insanın xoşbəxtliyi üçün